74 çoxdur da. Amma onu hiss eləmirəm. Heç saymıram ki, təzə gələnlər, milli musiqi ilə məşğul olanlar, estrada ilə maraqlanmayanlar bəlkə də məni tanımırlar. Atama dedim ki, istəyirəm gitar açalım. Dedi, yox, qələt eləyirsən, bilmirəm nə. Küstüm ondan, öydən qaçdım. Böyük qardaşım əlacı idi, mən pis oxuyurdum. Çuluq idim də, hərdən bir mənə geyişlə döyürdü. Qabaq belə var idi, yumuşaq yerə. Tök, mən indi əməkdar artistim. Sən məni geyiş, deyir, dövməsəydim, əməkdar artist olmazdı. Gitaramı uğradılar dənizdə. İrəli istəyirsən getməyə, irəli getmək. Bunu arxaya atırsan, özün gedirsən irəli. Kiminsə toyunda oxumusan, vəzifəli adamın, o da deyir, buna bir dənə xalq artist ver. Nə oldu, bilmirik. Konsert verən yoxdur. Amma pullar gedir, güya bu mədəniyyət öyle işləyir. Nöş işləmir. Gəlini getirsən, bizim öydə mənlə gələk yaşasın, bir öydə. Sən utanmırsan. Qız gəlin burada. Bəlkə ayaqlı da yesin sən. Xanımlara məsləhət görərdim ki, daxili gözəlliyə fikir versinlər. Xarici gözəllik kimə? Ekskorta zada lazım. Sən düşünmüşəm, əzizim hər an, keçdiyin yollara hər gün baxmışam. 74 yaşınızı qeyd edirsiniz. Biraz bu barədə danışaq. Necə bir yaşdır? Bilirsiniz, bu necə özü dahildə hiss eləyirsə, o yaşdasan sən. Mən belə baxson, 74 çoxdur da, amma onu hiss eləmirəm. Heç saymıram ki. Hələ bilirsiniz, bu poizdir, gedir, bir dayanacaq, ikinci, üçüncü və s. 10 yaşım oldu, 15 yaşım. Məndə poiz dayanmır, gedir. Dayanacaq yoxdur. Ona görə də yaşımı da saymıram. Özümü hiss eləyirəm, bilirsiniz niyə görə? Özümü belə hiss eləyirəm ki, mən həmişə hərəkətdəyəm. Fiziki hərəkətdə, yaradıcı hərəkətdə. Sonra münasibət dostlarla. Bu bütün hərəkətlər adamı yaşadır və insan inkişaf edir. Əgər insan inkişaf etməsə, onda ya 74 yaşım var, yaşlıyam, öydə oturmuşam, heç yerə çıxmıram. Yox, yaşı mən saymıram, mən yaşsız yaşayıram. Bəs özünüzü neçə yaşda hiss edirsiniz? Bu barədə fikirləşməmişəm, amma belə baxanda 47-53 bu məsafədə. Mənim pərəstişkarlarım böyüyüb, çoxsu nənə olub, təzə gələnlər, milli musiqi ilə məşğul olanlar, estrada ilə maraqlanmayanlar, bəlkə də məni tanımırlar. Bəlkə də tanımırlar, mən onları qınamıram. Gülə-gülə barışmasaydıq, sərinsin qəlbimiz, məhnət olmasın. Bəs niyə Sərxan? Mənim soyum Qurbanbəyovdur. İndi hələ Moskvada təhsilimi alanda, oxuyanda müəllimlər həmişə çaşırdılar. Dilləri sınmırdı, Qurban. Orada da Aziyadan çox idi. Orada Qurbanbayevdir, bilməm, Cekşenbayev. Çaşırdılar. Sonra ilk dəfə mən səhnəyə Moskvada çıxmışam. Bu konferansiya aparıcı, o da yadımda qalmırdı. Deyir, necədir, Sərxan, Qurbanbəy. Dedim, hələ dinən Sərxan. Dedi, o bir daha Sərxan dedim, nəsə olmalıdır davamız. Dedim, dinən 2 dəfə Sərxan belə getdi. Babamın da adı Sərxandır, ona görə. Amma populyar, o qədər Sərxan yox idi o zaman. İndi çox olublar. Özü də doğulublar 84, 85. Mənə görə veriblər, hamıya Sərxan. Populyar elədim bu adı. Gitaraya görə avar çəkmədən uzaqlaşmısınız. Belə bir məlumat oxudum. Bəli. Avarı gitaraya dəyişdim. Oxşayırlar da. İdmançı idim bu Xəzər dənizində. Burada yax klub var idi.
Hər gün gedirdim, avar çəkirdim. İdmançı idim, özü də belə inkişaf edən idmançı idim. Sonra klasik gitaranı eşitdim, bu klasik gitaradır da. O belə vuruldum bu alətə, dedim yox, taleyimi bu ilə bağlayacağam. Taleyimi bu ilə bağlayacağım. Atama dedim ki, idmanı qoydum bir yana, atama dedim ki, istəyirəm gitaraçı olum. O vaxtı da gitara, biz necə idi? Bu klasikdir də. Amma belə baxanda həyətlərdə, bilmirəm, bağlarda belə gitar deyir, utanmırsan. Sən adam o ali savadda 40 yaşında olacaq, deyəcək, nə ilə məşğulsan? Gitara da çalıram. Doğrudan da gülməlidir. Dedim, yox, dedi, yox, qələt edirsən, bilmirəm nə? Hələ burada idi ki. 13 yaşım var deyəcək. Küstüm ondan, öydən qaçdım. Qaçdım 2 gün gəl. Özü də noyabr ayı idi. Soğuk idi, sərin idi. 2 gecə bu bağlarda gizlənirdim, yatırdım. Sonra dedi, qoy qayıtsın, yaxşı istəyir, qoy məşğul olsun. Bilirsiniz, gərək öz arzun varsa mübarizə eləyəsən. O arzu üçün. Atam mənə çox belə idi. Böyük qardaşım əlacı idi, mən pis oxuyurdum. Çuluq idim də. Hərdən bir mənə geyişlə döyürdü. Qabaq belə var idi. Yumuşaq yerə. Çök. Deyirəm, indi o vaxt deyirdim, mən indi əməkdar artistim. Sən məni geyiş, deyir, dövməsəydim, əməkdar artist olmazdı. Sən küssən, naxışım bozular mənim. Taley mən iskil yazılar mənim. Dərdim dil yandıran sözlər mənim. Susuz bulaq kimi susma aman. Gitara həmişə mənimdir. İlk gitaranızı necə? İlk gitaramı oğradılar dənizdə. Bacım böyük bacım, Allah ona rəhmət eləsin. Allah rəhmət eləsin. Maaşı da balaca idi o vaxt. 70 manat rubl idi də. Mən də çala bilmirdim hələ. Böyük qardaşımın da dostları şəhərli idilər. Onlar da mərd uşaqlar. Çimliyə, gedək çimməyə dənizə, gitaranı götür. Deyirəm ki, mən belə mahnılar, o ki oxuyurlar belə. Mən mahnı o vaxt heç oxumurdum, mən sonra başladım oxumağa. Biri gəldi, parın, можно твою gitarı? Amma deyəsənlər məni idi. Mən belə, Rauf var idi, ver, kim bizə də? Götürək, aparan oldu, qaytarmadı, oğradılar. Bu indi gənclər arasında da gitara çalma çoxdur da. Küçə sənəti ilə məşğul olanların da çox rast gəlir. Ya indi moda düşüyor, hər yerdə çalınır. Daha asandır. Sanki daha asandır əldə etmək, ifa etmək əvvəlki illərə nisbətən. Necə düşünürsünüz? Bilirsiniz, indi belə götürək də, janrlara baxaq da. Bizdə opera var. Dramatik teatr var. Filarmoniyada klasik musiqiyə fikir verirlər. Simfonik orkestr, kapella. Estrada var. Estrada ifaçısı. Hara geçsin hökumət işinə? Şöbə yoxdur filarmoniyada, estrada şöbəsi, teatrda heç yerdə yoxdur. Hara getməlidir? Toya. Toyda da kim ona? Toyxana. Toyda da mən indi mahnını oxudum da, küsmə. Belə mahnı toyda gedər, getməz. Bu ancaq konsert holunda, zalında, ciddi sözlər də. Toyda çıkala. Bu yazıq bəlkə də istəyərdi, qəşəng musiqi, qəşəng mətnlər, sözlər olsun. Kimə toyda o lazımdır? Toyda lazımdır ki, oyun mahnısı olsun, rəqs eləsin. Məcburdur bu mahnıları öyrənsin, sonra
dörgəşir bu şeyə, pul, zat, toyxana, belə də sənət ölür. Toylardan söz düşmüşkən bildiyim qədərilə siz çox toylara getməmisiniz. Mən toy müğənnisidir. İstəsəm də mən kimə lazımam toyda. Mənim mahnılarım ancaq musiqi salonlar üçündür. Siz təkcə Moskvanın, belə deyək, Rusiyanın və Azərbaycanın mədəniyyətini deyil, həmçinin bir çox ölkələrin mədəniyyətini görmüsünüz. Olmusunuz, orada konsertlər vermisiniz, səfərlərdə olmusunuz. Son illərdə Azərbaycan mədəniyyətinə qarşı da bəzi sənətçilər tərəfindən xoşagəlməz hadisələr oldu, belə deyək, narazılıqlar oldu, gileylənmələr oldu. Bilmirəm, məlumatınız var ya yoxdur. Ümumiyyətlə siz kənardan baxan bir insan kimi bizim bu gün Azərbaycan mədəniyyətimizdə hansı problemləri görürsüz? Paxıllıq. Sən irəli istəyirsən getməyə, irəli getmək, bunu arxaya atırsan, özün gedirsən irəli. İrəli get də. Bilir, səbirli ol, fağır ol. Mənə deyirlər, siz xalq artistisiniz. Deyirəm, yox, mən xalqın artistiyəm. Xalq artisti ödəyirəm. Xalqın. Məni xalq artisti onsuz da tanıyırdılar. Onsuz da münasibət var idi. Bəzi belə ölürlər, ad alsın. Ad aldın, nə oldu? Nə dəyişdi səndə? Əgər sən pis ifaçı idin, adın yox idi, ad aldın, indi yaxşı ifa edəcəksən. Hələ qalmısan o səviyyədə də. Sən belə elə ki, xalqın sevimi olsun sənə. Səmimi sevimi olsun. Amma o ki, kağızda yazdılar, xalq artistlə, nə olur yazıblar. Kiminsə toyunda oxumusan, vəzifəli adamın, o da deyir, buna bir dənə xalq artist ver. Nə oldu, bilmirik. Ya rəhmətli Səməd yaxşı demişdi, Səməd ki. Yaxşı oğlandı. 80-ci illərdə aparaturu daşıyırdı. Sonra yaxşı şou, toy, o əsl toy artistidir, müğənnisidir, artistidir. Şovmendir, toyda elə, o səhnə artistidir. O da xalq artisti oldu da. Bu insan heç səhnədə bir gün olmuyor, profesional səhnə, ancaq toylarda. Amma baxmayaraq ona, hansı verilişdə çıxış eləyirdi, kimsə başladı ona. Səməd mən deyirəm ki, mənim Balacardan o tərəfə kimdir? Tanıyan yoxdur. Sərxan müəllimi tanıyırlar. Əsl xalq artisti budur. Toy müğənnilərindən söz düşmüşkən, bugün elə müğənnilər var ki, Azərbaycanda bayağı müğənni hesab olunur. Onlar Moskvada çox toylara dəvət olunurlar. Bununla bağlı xəbərlər də çox görürük, dəvət alırlar. Moskvada bizimkilər çağırır da onlar. Azərbaycanlılar, orada yaşayan Azərbaycanlılar dəvət edirlər və həmin müğənnilərin bir növ məşhurlaşdırırlar. İnsanlar bir növ qınayır bunu da. Yox, pis deyil, mən demirəm. Toyda da oxumaq deyirəm. Mən görmüşəm, Moskvada dostumun toyu olub, məndən xahiş edib ki, gəl kömək elə də nəsə. Kirkorovu çağırıq orada, çağırdıq. Kirkorovu. O, əsl toy müğənnisidir, deyim sizə. Qəşəng gəldi. Bek vokalı, baleti, repertuarı toya uyğun idi, əyləncəli idi. Belə qəşəng şou görsətdi, pulunu götürdü, qəşəng qazandı. Nə deyim, pis müğənnidir, qəşəng. Konsert verən yoxdur. Amma pullar gedir, güya bu mədəniyyət öyle işləyir. Nöş işləmir. Nöş bu sistemi yaratmırlar hər yerdə ki, qoy rayonlara da artistlər getsinlər, oxusunlar, qoy ucuz olsun bilet. 1-2 il hökumət dotasiya versin ki, qoy bilet 2 manat olsun. Necə qabaq nəqliyyata dotasiya verir də hökumət. Baxadı, buna da dotasiya ver, örgət cəmaatı konsertlərə getsin. Sonra biraz qaldır qiymətləri, qaldır. Mən konsertləri verəndə bu, deyirəm də bu kim məşğuldur, təşkilat, deyirəm biletləri baxa eləməyir. Baxız da bu nə qədər maaş alır, nə qədər pensiya alır. Cəmaat indi 1 kilo ətin pulunu getsin biletə versin. Elə 5 manat, 10 manat. Ondan mən konserti qazanmaq üçün vermirəm. Konsert mən ayrı şey orada qazanırım. Enerjiya götürürəm. Enerjiya verirəm. Konsert mənim üçün qazanc deyil. Konsert mənim üçün bayramdır. Mən orada səmimi çalışıram. Bax, bir yak götürdüm, gitar oxudum. Belə də konsertdə oxuyuram. Ağlasan ağlaram, gülsən gülərəm.
Azərbaycana gəlirsiniz, gedirsiniz. Azərbaycanlı sənətçilərdən belə yaxın dostluq elədiyiniz kimlər var? Hamısı gedib də, gedib. Rauf Babayev Qayadır, o da getdi axırıncı. Həyib, Allah rəhmət eləsin onu. Mübarizlə görüşürük, Tağıyevlə. O, bilirsiniz, əsl artistdir, səhnədə işləyib. O dövrdən qalan kim qalıb? Mübariz Tağıyevdir, mən Polad müəllim. Estradadır. Səhnədə heç kəs istəməyib. Sovet dövründən. Əsl səhnədə, belə orkestrlə, zatla, ittifaqı. Yox, o təcrübə yox, qalmayıb. Polad müəllimlə yaxşı münasibətiniz olduğunu mən... Polad müəllimlə də o səfir olanda Moskvada tez-tez görüşürdük. Məni dəvət edirdilər səfirliyə. İndi də dəvət edirlər. Son illərdə bir çox dəyərli sənətçilərimizi itirdik. Həmin o sənətçiləri itirəndən sonra deyirlər ki, kaş ki onun haqqında bir film çəkilərdi, onun haqqında bir layihə hazırlanardı. Siz istəyərdiniz sizin həyatınızda İndi mən o qədər istəmirəm, istəyirlər film çəksinlər. Arzu xanım var. O elə Təqib filminin rejissoru idi Arzu xanım. O indi məndən istəyir belə bir sənədli film çəksin mənim həyatımdan. Özünüz də filmlərdə rol almısınız əvvəllər. İlki də mən birinci filmim musiqi müəllimidir. Liskinar oxudum orada şey. Özü də istəmirdi. Məcbur elədilər, sonra razılaşdım. Доброе утро, Шафига. Тебе нравится, как я устроился? А как тебе живется? Ты не забыла нашу песню? Ты плыви по озеру, лист чинара, ни дождя не бойся и ни ветра. Маленькая лодочка без паруса, отголосок радостного лета. Лист чинара, знаем только мы с тобой, что любимая шептала мне вечернюю порой. Tofiq İsmailov, Allah rəhmət eləsin, rejissor idi. Tofiq Quliyev bəstəkar idi. Təklif gəldi Moskvaya. Əvvəl dedim, yox, mən səhnədə işləyirəm. Mən bilirsiniz, kino aktyoru, teatr aktyoru bu sənətdir, bu ciddi sənət. Çətindir. Amma xarici görünüşünüz tam film üçün olub da, belə deyək. Tez-tez göstərirlər o filmi, bəyin oğrulması. Orada başrolü məni istəyirdilər. Özü də geriyə çəkəydi Tofiq İsmailov. Dedim, Tofiq müəllim, mən o ssenariyi oxudum. Kənd yeri, traktor şey bilmirəm nə, mən də öyrəm, hiss eləmirəm. Musiqi müəllimi hələ musiqi ilə bağlı idi, orada mahnılar oxuyurdum, qəşəng idi. Dedi, sən o filmdə çəkilməsən, mən də o filmi çəkməyəcəm. Kişi kimi çəkmədi, verirlər Ceyxun Mirzoyeva, rəhmətli. O da mənim həyat qovulçum idi. İndi o filmi hər dəfə göstərirlər. Amma mən bilirsiniz, o filmin səhvi nədədir? O filmdə nə qədər məşhur aktyorlar var. Onlar bir-birini öldürürlər. Bax, belə şey var da, valdı 4 mahnı, Sovet vaxtı. Hesab elə ki, səndə 10 dana mahnın var, ondan seçirsən ən yaxşıların 4-ün. O 4-dən onsuz da biri çıxacaq çox yaxşı, o 3-ünü öldürəcək. Ona görə ağıllı adamlar götürürlər ovala, bir daha şiləgir, obırsılar da belə orta, obırsıları saxlayırlar, obırsı vala. Burada da fikir verdiniz, hamı, bütün məşhur aktyorlarınız oradadır. Və itirir insanınızı. O məşhurluq itir. Amma fikir veririz də Amerikan filmləri, Fransız, 1-2 obırsılar müşayiət edirlər.
Özü neç bunlar hamı orada çəkilib. Onlar bilirəm də şeydə iş azıydı, iş lazım idi. Hamısı gedib pul qazanmağa, iş qazanmağa. Elə siz özünüz də qeyd etdiniz ki, çox tez-tez göstərirlər bəyin oğurlanması və bir sıra o cür filmlərimiz var ki, köhnə filmlər, belə deyək də bayramlarda, özəl günlərdə biz efirlərdə ancaq o filmləri görürük. Yeni filmlər çəkilir, var, amma efirlərdə görmürük. Sizcə bunun səbəbi nədir? Səbəbi bir sənət ölüb də. Peşəkarlar gediblər, təzələri yetişməyiblər. Yəqin ki, siz xanımlar tərəfindən ən çox sevgi etirafı eşidən, xoş sözlər eşidən sənətçilərimizdən bəlkə də elə bir sizsiz. O vaxtı sosial şəbəkələr də yox idi. Yox idi. Amma sizə necə bildirirdilər o sevgilərini? mən gələndə anam gilində yuxarı məhəllədə qalırdım. Tanıdılar harda qalıram. Zəngi basırdılar, qaçırdılar. Orada gül və nəsə yazılıb atırdılar ora. Televiziyaya çox yazırdılar, məktublar. Bəs sizin seçiminiz necə oldu? Öz xanımınıza necə tanıdınız? Mənim xanımım musiqidir. Bir söz, sənətçi, sənət adamı əgər öz həyatını xəsr edib sənətə, musiqiyə, bu ilə yaşayır, bunun yanında belə xanım olmalıdır ki, bir özünü qurban verməlidir. Başa düşməlidir ki, bu şəxsiyyət ayrı şəxsiyyətdir. Deməz, bəsdir də, gəl mənə də fikir ver də, gəl bir yerə. Yox, bu biraz, hesab elə ki, biraz başa aparır da, bu o tərəfə. Ona görə, o gərək belə düşünsün ki, mən nə xoşbaxtam ki, bu insanın yanındayam. Amma deməsən, mən fikir ver də, biraz mənə də. Özünü ikinci planda olmağını qəbul etməlidir, belə deyək. Qəbul, bu biraz qurban verir də özünü. Belə, o da ağıllı olma. Belə, o nə deməkdir? Ağıllı qadındır da. Egoist deyil. Gecikən məhəbbətin mahnınız ən məşhurlardandır. Özünüzün gecikən məhəbbəti olub? Mənim ilk məhəbbətim olub. Çox güclü məhəbbətim olub. 20 yaşım var idi, o Moskvada olub. Amma mən sizə deyim, ilk məhəbbət həmişə finalı xoşbəxt olmur da, ona görə ilk məhəbbədir. Əgər o tikan ki, örəyində qalıb ilk məhəbbətdən, sən rastlaşdın o ilə, çalış o ilə görüşmə. Qoy o əgər mən 9 il keçdi, o ilə görüşdüm, heç saat. O deyilmiş. Yox, o deyil, amma nəsə tərpənmədi, nəsə dedim, mən nəş görüşdüm, tikan da getdi. Amma görüşməsəydim, o tikan qalacaqdı ki, sevirəm, indiyəcən getdi o. Yəni, sizin o xəyalınızda, belə deyək də, fikrinizdə canlandırdığınız. Ona görə ki, məndə o zaman 20 yaşım var idi, indi 29 yaşım var. Mən də dəyişmişəm də. Bayaq siz elə bir növ gənclərə də məsləhət verdiniz ki, arzularınızın, istəklərinizin ardınca gedin, ailə quranda da sevdiyiniz insanın dalınca gedin. Bugün o arzuların dalınca getməyə mane olan bəzi nüanslar olur. Gənclərin ailə qurmasında mane olan nüanslardan biri də ev almaq məsələsidir. Ondan başqa valideynlər. Valideynlərlə yanaşı, yəni maddi baxımdan deyirəm ki, məsələn... Ev, bəli, cavanlar gərək tək yaşasın. Mən sizə deyim, yox, valideynlərdədir, məndə dostlarım var. Qızdır da, qəşəng qızdır. Oğlan. Hiss olunurdu ki, bunlar bəyənirlər bir-birini. Oğlan da yaxşı oğlandır. Oğlanın atası bir nədir? Onu özü də varlıdırlar. Böyükləri zatları çox. Gəlini getirsən, bizim öydə mənlə gələk yaşasın, bir öydə. Bu nə mentalitetdir, hə? Utanmırsan, atasan. Qıymırsan, oğlun getsin, pulun, hə, dövlətlidirlər, yaşasınlar. Necə sənlə yaşasın? Bir vannaya, bir tualetə zada getsin. Bəzi şeylər var da, qızdır, qız xeylağı, arvad olacaq. Rastlaşdılar.
Getdilər, çox vidalaşdılar. Sındırdı oğlan istəyini. Çox sındırdı onu. Belə valideyn olar. Mən hərdən bir Moskvada qızım yaşayır, öy almışam onu, özüm həstəyəm, qızdırmam zadım, olurdu belə vəziyyətlər. Ata getirim, gedim dərman. Qıymıram, o yandan qızım gəlsin, özüm sərsə gedib dərman alıram. Mən belə tərbiyə alırım. Qıymıram ki, uşağım bu soğuqda zaten oradan buradan gəlsin. Sən utanmırsan. Qız gəlin burada. Bəlkə ayaqlı da yesin səni. Sizcə, ümumiyyətlə, evladın tərbiyəsi ilə kim məşğul olmalıdır? Qadın, kişi, yəni ana, ata, yoxsa uşaq özü? Qadın biraz yumuşaq olur. Ata pərdə saxlayır da. Mən atadan qorxmuşam. İkisi də. Əgər qız uşağıdır, ana. Ondan öyrənir hər şey. Birinci onun üçün anadır. Oğlan üçün atadır. Atanı çox sevir. Amma qızlar ataları da çox sevilir. Bəziləri deyirlər, oğlum olacaq, oğlum olacaq. Qız yaxşıdır. Qız belə baxır sənə atıya. Mənim bacım da, kiçik bacım. Nənəmə də baxıb, anama da baxıb, atama da baxıb. Bəlkə mənə də baxacaq. Qız. Oğlan nə deyir, getdi, dostlar zatlar. Amma qız baxır, mehriban olur. Ona görə uşağın olanda söyün ki, qız oldu, o sənə baxacaq. O sənə baxacaq. Bəzi sənətçilər var ki, yaşa dolduqca biraz tənhalaşmaq istəyirlər, tək qalmaq istəyirlər. Mən yaşı hiss eləmirəm ki. Mən əksinə, məndə proses qeyri arxaya gedir. Əksinə daha çox sosiallaşmaq istəyirlər. Axırıncı konsertimi 14 fevralda verdim. Tamaşaçı dedi, belə tez keçdi, deyirəm, heç yorulmadınız. Deyirəm, mən yorulmadım, mən oxuya bilərdim səhərəcə. Sizə görə ümumiyyətlə Azərbaycan kişisi üçün belə deyək, gözəl xanım anlayışı nədir? Gözəl xanım necə olmalıdır? Bilirsiniz, birinci qadın kimi biz görmüşük, ana olub. O ana istiliyi, ananın aurasını görürsən ki, daxili belə gözəllik olmalıdır bunda. Xarici gözəllik 15 dəqiqəlikdir. O şeydir də, kukladır da, nədir. Amma daxili, o səni saxlayır. O səni yaşadır. O, qarmoniya olmalıdır da. Xarici demirəm, xarici birincidir. Sən görürsən, bəyəndin. Sonra söhbət edirsən, görürsən, bu nədir? Nəsə, içərdən ayrı şeylər çıxır. Sənin xoşuma gəlməyən şeylər, nəsə. Çünki bugün xanımlar gözəl olmaq üçün estetik prosedurlara, müxtəlif... Mən xanımlara məsləhət görərdim ki, daxili gözəlliyə fikir versinlər. Bilirsiniz, xarici gözəllik kimə ekskorta zada lazımdır. O ki, satırlar özlərin, o biznesmen, ekskort. Ekskort, o biznesmen, o daxili dünyasında iş lazımdır. Buna lazımdır, geçən qız yanında keçsin, vəssalam. Əgər bu belə kişi axtarır, kimə bu kişidə tələbi yoxdur, daxili qəşənliyə, uyğundurlar da bir-birinə, xoşbaxt olsunlar. Keçmişə dönüb baxanda, kəşki dediyiniz nə qalıb? Nəyi dəyişmək istəyərdiniz həyatınızda? Kəşki o qastrol səfərləri yenidən olardı. O dinamika olaydı. Dövr keçdi. İndi heç kəsdə yoxdur qastrol. Tək məndə yoxdur, öldü qastrol. Güzel, bu da güzellik. Yarmanlar estikçe ne yükselir. Ayda o bulak